Salam, bu günləri güvən sınağından 11-ci sinif 1-ci qrup A variantının suallarını işləyəcəm. Birinci sualdan başlayırıq. Birinci sualda deməli fosfin biz bilirik ki, pH 3 yazılır. Atomların sayı 4, rabitələrin sayı. Fosfinin kimyəvi rabitəsini yazanda belədir 3. Neytronların sayı da 31-dən 15 çıxaram 16. Hidrogəndə də 0 olduğuna görə bir fosfor olduğuna görə Z olacaq 16. 4, 3, 16. Birinci cavab E bəndi. İkinci sual. Hansı reaksiyada A maddəsi azot monoksiddir? Burada misin qatı nitrat reaksiyasından azot dioksid əmələ gəlir. Yəni A dioksiddir. Kaliumun qatı nitrat reaksiyasından burada N diazot monoksiddir. Amma azotun oksigen reaksiyasından azot monoksid əmələ gəlir. Deməli, cavab burada yalnız 3 olacaq. C bəndi. Evet, sual. Sirkə turşusu və sirkə aldehidı üçün ünlü olan nədir? Sirkə turşusu CH3COOH yazılır. Sirkə aldehidi CH3CHO. Bunu açıq formada yaza bilərik. Yəni bu karboksil qrupunun yaza bilərik. Belə bu şəkildə də yaza bilərik. Burada karboksil qrupunun belə də yaza bilərik. Şirət rabitə hidrogen. Bunun üzərində işləyək. Bu ad şərətdə aqreqat halları hər ikisi deməli may şəklindədir. Amma qarışıq aldehidi qaz halındadır. Bizə hər ikisi ad şərətdə aqreqat halları eynidir. Molekullarında sp2 hibridləşəcək karbon atomlarının sayı. Bəli, bunda da bir sp2 var, bunda da bir sp2 karbon var. Yəni 2 də doğru. Gümüş yüzü reaksiyasına daxil olması. Bəli, gümüş yüzü reaksiyasına daxil olur. Sirkə aldehidi, amma sirkə turşusu daxil olmur. Molekulların cəmi atomlarının sayı fərqlidir. Çünki burada bir oksigen artıqdır. Sirkə turşusunda. Ona görə cavab olacaq birinci və ikinci. C bəndi. 64-cü sualda baxırıq. 64-cü sualda suda məhlul ehtiyat zamanı elektroda ayrılan maddələrin mol miqdarı. Deməli, bunların elektrolizini yazırıq. Natrium nitratın suda məhlul elektrolizində buz burada dəyişmir, ancaq su parçalanır. Çünki aktiv metal və oksigenli turşu olduğuna görə katodda hidrogen, anodda isə oksigen əmələ gəlir. Ona görə biz belə əmsallaşdırıb bu şəkildə yazırıq. Katodda 10 mol hidrogen qazı əmələ gəlirsə, anodda da 5 mol olacaq. 2-nin 1-ə nisbətindədir. Ona görə cavab 64 A bəndi olacaq. 65-ci suala baxırıq. 65-ci hansı metallar mef karbonat əmələ gətirir? Yəni burada metal bir valensli deməkdir. Ona görə biz 2-ni götürürük və 4-ü 2 və 4 götürürük. Hidrogen metal olmadığına görə hidrogen götürənmərik. Ona görə yalnız 65 B olacaq. Amonyak üçün hansı ifadə doğru deyil? Amonyak gübrə istehsalında istifadə olunur. Bəli, tərkibində azot var. May halda molekullar arasında güvən rabitəsi yaranır. Bəli, bu da doğrudur, bu da doğrudur. Suda məhlul lakmus qırmızı rəngə boyanır, bu göy rəngə boyanır. Çünki zəif əsasdır. Göy rəng, kəskin yeri qazdır. Bəli, xlor turşusu reaksiya daxil olur. Bəli, amonyak NH3 yazılır formulu. Onun xlor turşusu reaksiyasından NH4 əmələ gəlir. Ona görə cavab burada 66-da C bəndi olacaq. Maddələr verib A, gliserin, fenol, təyin edici reaktivlər, mis-2 hidroksid və deməli C maddəsi verib, onu təyin edəcək. C təyin edici reaktiv verib. Deməli, A-nın mis-2 hidroksidin reaksiyasına qırmızı çöküntü verirsə, deməli bu formaldehidlər qrupuna aiddir. Çünki aldehidlər
mis 2 hidroksiddən reaksiyaya getdikdə əvvəlcə sarı rəngli mis 1 hidroksiddən gəlir. O da parçalanır mis 1 oksidə və suya. Sarı sonra da qırmızı rəngə çevrilir. Ona görə biz formaldehid və ya qarışqa turşusunu götürə bilərik. Çünki qarışqa turşusunda aldehid qrupu var. Həm də forma eynidir. Qarışqa turşusu və formaldehid eyni maddələrdir. Eyni maddələr deyil. Qarışqa turşusunun formulu HCOOH. Burada da yəni aldehid qrupu var. Formaldehid isə HCHO. Yəni belə. Amma hər ikisinin aldehid qrupu olduğuna görə biz bu B ilə D-ni hər iki götürə bilərik. Ona görə də B gliserin mis 2 hidroksiddən reaksiyasından göy rəngli çöküntü əmələ gəlir. B-ni götürəcəyik göy rəngdə. Deməli, B ilə D uyğun gəlir. Bənövşəyi rəngli məhlul əmələ gətirən fenoldan dəmir 3 xloriddir. Ona görə cavab burada olacaq D bəndi. Keçirik növbəti suala. 68. 68-də ifadələri reaksiyalara uyğun olaraq Euler diaqramında qeyd edin. Dəmir 2 valentli duzudur. Dəmir dorin turşusundan reaksiyaya daxil olduqda dəmir 2 valentli duz əmələ gəlir. Amma qatı sulfat turşusundan reaksiyaya olduqda isə 3 valentli duz əmələ gəlir. SO2 plus H2O. 2 valentli duz əmələ gəlir. Yəni birinci aid olacaq 1-ə. Su alınır. Hər ikisində su alınmır. Su yalnız üçüncüdə alınır. O olacaq 2. Hidrogen reduksiya olunur. Hidrogen reduksiya yalnız 1-də olunur. 1-3. Dəmir oksidləşir. Bəli, hər ikisində burada 0-dan müsbət 2-yə və 0-dan müsbət 3-ə gəlir. Ona görə 4-ü yazırıq 2-yə. Reduksiya məhsulu SO2-dir. Ona görə bu SO2 məhsulu reduksiya məhsuludur. Ona görə olacaq birinci 1-3, ikinci 4, 2-5. Cavab deyiləm. Bu şəkildə işləyirəm. Halogenlərlə reaksiyaya daxil olan maddələr kükürt florla reaksiyaya daxil olur. Kükürt xlorla reaksiyaya, amma yodla reaksiyaya daxil olmur. Karbon florla reaksiyaya daxil olur. Karbon ümumiyyətlə halogenlə reaksiyaya daxil olmur. Florla daxil, xlor, brom, yod. Yəni yalnız florla reaksiyaya daxil olur. Karbon yodla da reaksiyaya daxil olur. Ona görə 3, 5, 6. 69 cavab E bəndi olacaq. 70-ci suala izobutil xlorid natrium metalı ilə reaksiyasında alınan alkanı beynəlxalq nomenklatura ilə əsasən adlandırın. İzobutili yazıram. CH3, CH3, CH2 xloriddir. Bu xloriddir. Natriumla reaksiyasından bu zaman xlorun yerinə simmetrik olaraq bu radikal yazılır. Bunu yazmaq üçün burada pozuram. Yenidən mən izobutil xloridi simmetrik olaraq yazıram bu şəkildə. Bunu adlandırmaq üçün şaxələnmə hər iki tərəfdə eyni başladığına görə, burada ikinci karbonatdan, burada sol tərəfdən də ikinci karbonatdan başladığına görə mən hər iki tərəfdən götürsəm doğru çıxacaq. 1, 2, 3, 4, 5, 6. Yəni eyni adlar çıxacaq. Ona görə olacaq ikinci və 5-ci karbonatlar birləşdiyinə görə metil radikalı olacaq 2 dimetil, 2,5 dimetil, 2,5 dimetil, heksan cavab olacaq A bəndi. Sonra keçirik növbəti suala. İstiqaməti metallar üçün artır. Nə artır? Reduksiyacı artacaq, metallın xassəsi artacaq. Xaric təbəqəsində elektron sayı yox, xeyr, artmayacaq. Öncə 3-lər getdi. Ad-çərət su reaksiyanın sürəti. Bəli, bu da artır. Ərimə temperaturu isə azalır. 5 olan variantlar da getdi. Ona görə cavab olacaq 1, 2, 4. Cavab D bəndi. 72-ci sual reaksiya tənliyini əmsallaşdırın.
oksidlərin əmsallarının cəmini müəyyən edin. Burada bunu əmsallaşdırırıq. Oksidaşma reduksiya reaksiyasına. Bəsit maddələr oksidaşma dərəcəsi 0-dır. Gəlir müsbət 1-də, müsbət 5-dən gəlir müsbət 1-ə. Və burada yazırıq, elektron balansı üsulunu yazırıq. Bir elektron vermiş olur natrium. Burada isə müsbət 5-dən gəlib azot müsbət 1-ə 2 elektron, burada 2 yazıram. 4 elektron, 1 azot 4 elektron, 1 2 olduğuna görə 8 elektron vermiş olacaq. 1, 8, 8, 1. Ona görə 8 yazıram natriuma. Natrium, biraz düzəldi. Azot 8, bu da 2, 10. 10 da yazıram bura azotun qarşısına. 10 dənə hidrogen, bura 5 yazıram. Və 30 dənə burada oksigen var sol tərəfdə. Sağ tərəfdə 24, 25, bu da 5, 30 dənə də bu sağ tərəfdə oksigen var. Sol tərəfdə oksigen 30-dur, sağ tərəfdə də oksigen 30-dur. Ona görə də tənliyi doğru əmsallaşdırmışam. Oksidlərinin əmsallarını cəmini müəyyən edin. Burada 2 dənə oksid var. Əmsalların cəmi biri 1-dir, biri 5. Cavab olacaq 6. Suala keçid edirik. Xloroplin və divinil molekulları üçün ümumi olan nədir? Xloroplin yazanda CH2, xloroplin bu vəziyyətdə yazılır. Divinil isə deyim 1-3. Atomların sayı ümumi olmayan nədir? Atomların sayı eynidir. Sigma rabitələrin sayı eynidir. Karbon atomlarının sayı eynidir. Hibrid ortamların sayı eynidir. Hidrogen atomlarının sayı fərqlidir. Çünki burada 6 hidrogen var. Burada isə 5 hidrogen var. Ona görə cavabı olacaq 20. Maddələr 74 maddələr X, Y, Z maddələri verib. X-in su ilə reaksiya oksidləməyə gəlir. Bu orta aktiv metalların oksidləridir. Məsələn, sink ola bilər, dəmir ola bilər, maqnezium ola bilər. Ona görə natrium ola bilməz, bu getdi. Flor da ola bilməz, izah edəcəm. Burada orta aktiv metalların X su ilə reaksiyasında sinkdir, dəmirdir, maqnezium. Burada XO plus hidrogen əmələ gəlir. Bunu götürə bilərəm. Dəmiri, bir də maqnezium. İriqin əsasına reaksiyasının, iriqin su ilə reaksiyasına əsas əmələ gəlir. Yəni bu aktiv metalların ola bilər, aktiv metal. Onun A bəndi qalır yerində. D bəndi yanlışdır. D bəndi çıxdı. Y bəndi də çıxdı. Çünki flor qeyri-metalların su ilə reaksiyasından, halogenə su ilə reaksiyasından turşu əmələ gəlir. Ona görə də bunu götürdüyümə görə A bəndində xlora baxıram. Xlorun su ilə reaksiyasına baxdıqda H xlor plus H xlor O əmələ gəlir. Yəni ki, turşu əmələ gəlir. Ona görə cavab olacaq A bəndi. Hansı maddələrin turşu qazı daha güclüdür? Üzvü turşularda halogen nə qədənə belə deyək, aktiv olarsa və halogen sayı daha çox olarsa və karboksil qrupuna daha yaxın yerləşərsə, həmin turşu daha qüvvətli olacaq. Məsələn, burada müqayisə etdikdə ən aktiv turşu B bəndi olacaq. Çünki flor atomların sayı 2-dir və karboksil qrupuna daha yaxındır. Burada flor atomların sayı 2-dir, amma karboksil qrupundan uzaqdır. 76-cı sualda deyir, hansı bir lafzan lifinin alınmasına istifadə olunur. Bu artıq yaddaşa əsaslanılan sualdır. Lafzan lifinin tərəfdar turşusu C bəndi götürülür. Tərəfdar turşusu ilə və etilen glikolun reaksiyasına əmələ gəlir. Bu reaksiya nəticəsində əmələ gəlir lafzan lif. Ona görə cavab 76-da C bəndi olacaq. 11-ci sinifdə olan sualdır.
liflər bölməsindədir. Buten 2 üçün hansı ifadə doğru deyil? Su ilə reaksiyasında ikili spirt alınır. Bəli, buten yazılanda, buten 2 yazılanda bu şəkildə yazılır. Bura su birləşəndə, H birləşəndə OH qrupu fərq yoxdur. Bu ikisindən birinə birləşə bilər. Bu zamanda belə birləşmə gəlir. Ona görə də bu doğrudur ki, spirt əmələ gəlir. Çünki hidrogen OH qrupunun birləşdiyi karbon atomu 2 dənə karbon atomuna birləşir, ikili spirt adlanır. Sonra buten 1 ilə homoloqdur. Xeyr, buten 1 ilə homoloq deyil. Buten 1 ilə izomerdir. Vəziyyət izomerdir. Ona görə də burada cavab verməmi götürəcək. Kalium permanganat məhlulunu rəngsləşdirir. Bəli, 2 qat rabitə olduğuna görə. Cis transizomun əmələ gətirir. Bəli, 2 qat rabitə olduğuna görə. Polimeşin reaksiyona daxil olur. Bəli, 2 qat rabitə olduğuna görə. Bunların hamısı baş verir. 78-ci suala baxırıq. 78-ci sualda silisium və karbona aid olanları seçəcəyik. Gələk seçək. Demək, XO2 H-fluorun reaksiyaya daxil olur. X-fluor4 və su əmələ gəlir. Silisium ola bilər. Silisiumdur. Karbon qazından fluor turşu reaksiyaya daxil olunur. Ona görə biri aid olacaq A. B isə B karbon qazı da ola bilər. Bəli, silisium da ola bilər. Çünki bunun reaksiyası var. Kitabda reaksiya var. 2 aid olacaq B. 3 karbon xlorla reaksiyaya daxil olunur, amma silisium xlorla reaksiyaya daxil olur. Buna görə 1-də olacaq C. 1-də olacaq C. Sonra karbon, silisium hər ikisi daha doğrusu karbon hidrojen reaksiyaya daxil olur. Silisium isə hidrojenlə reaksiya daxil olmur. Ona görə də D yazırıq. Karbon da və silisiumun hidrojeni birləşməsi, daha doğrusu karbonun, ona görə də 2 olacaq E. Cavab burada AC, BE 3-dür. Bu şəkildə olur. Yəni silisiumun da karbon hidrojen birləşmə oksigendə yanır. Növbəti sual. Kalsium karbidin su ilə reaksiyasına alınan maddələri müəyyən edin. Kalsium karbid yazır. Su ilə reaksiyasından kalsium hidroksid və C2H2, yəni asetlin. Ona görə cavab olacaq 1-4. Hansı maddənin molekulunda üçlü karbon atomu var? Üçlü karbon atomu var, elə A bəndini götürə bilərik. Çünki karbon atomu üçlü karbon atomudur. Digərlərində üçlü karbon atomu yoxdur. Məsələn, Y bəndinə baxaq. Karbon atomu ikilidir. 2 dənə qonşu karbon atomu var. Növbəti sual. Verilmiş birləşmə üçün hansı ifadə doğrudur? Sellulozanın hidrolizini alınır. Selluloza beta glukoza qalıqlarının birləşməsindən əmələ gəlib. Xətti quruluşudur. Ona görə bu selluloza deyil. Bu alfa glukozadır. Bunun alfa vəziyyətdə olması, yəni hidroksid qruplarının bir tərəfdə simmetriyanın bir tərəfdə olması deməkdir. Alfa glukozadır, bu doğrudur. Misir hidroksidə parlaq göy rəngli məhlul əmələ gətirir. Ona görə cavab olacaq 2-3. Nəzəri sualdır. Sonra termogenin tənliyi üçün hansı ifadələr yanlışdır? Reaksiyanın istilik effekti 572 kJ-dur. Hidrogenin yanma istiliyini tapmaq üçün hidrogen əmsalı 2 olduğuna görə 572 2-yə böləndə 286. Bu doğrudur və bizə uyğun deyil. Bizdən yanlışdır. Reaksiyanın istilik effekti 286. Xeyr. Yanlışdır bu. Amma biz bunu götürəcəyik. Suyun əmələ gəlmə istiliyi 286-dır. Bu da doğrudur, amma bizə işimizə yaramır. Suyun parçalanma reaksiyasının istilik effekti 572 kJ olur. Müsbət 572 kJ olur. Xeyr. Su əmələ gələndə 572 kJ istilik ayrılırsa, bunun parçalanmasına -572 kJ istilik vurulacaq.
mənfi. Əksin, əgər reaksiya sağa eksotermikdirsə, əksinə endotermik olur. Ona görə cavab olacaq 1 və 4. Yox, 2 və 4. 2 və 4. Aferin. 83. İkivalentli metal ilə normal düz əmələ gətirən turşular. İkivalentli metal M ikivalentlidir. İkivalentlidirsə, orta fosfatla əmələ gətirir. Fosfat da 3 valentlidir. Ona görə biz burada 2, burada yazırıq 3. Metafosfat burada da HPO3-dür. Yəni bir əsas turşudur. İkivalentli metalla əmələ gətirəcək və bu şəkildə verim. Tərkibindəki atomların mol sayı. Deməli, bir dənə buradadır, 5 dənədir. 5-i 2-yə vuranda 10, 13-də 3, 13. Bunda isə 4, 4-ü 2-yə vuranda 8, 8-də 1, 9. Toplayanda eləyəcək 22. 84. 160 qram mis 2 oksidin hidrogenlə reduksiyasından ən çox düşən suallardır. Bu reaksiya çox düşür. Qəbula da tez-tez düşür. Tam reduksiyası zamanı bərk qalın kütləsi neçə qram azalır. Burada bərk qalıq budur. Bunun çəkisi 80 qramdır. Reaksiya nəticəsində 16 qram oksigen ayrılır da. Yəni kütlə 16 qram azalır. 16 qram azalır. Amma 64 qram mis əmələ gəlir. Yəni 16 qram azalma baş verir. 160 qramda 160 qram əgərsə 160 qramdırsa bərk qalın kütləsi neçə qram azalar? 80-də 16 qram azalmış olursa 160-da olacaq 32 qram. Yəni tənasüb görürük. 160-da x-sə 80-də 16 qram azalır. X bərabəri bura getdi 2. 2-ni buranda verəcək 32 qram azalmış olacaq. Növbəti suala hansı maddə suda yaxşı həll olur? Biz bilirik ki, sulfatlar barium sulfat, vurğuşun sulfat, sonra kalsium sulfat, gümüş bir sulfat. Bunlar suda yaxşı həll olunur. Ona görə də bu mis sulfat həll olacaq. Sonra kalsium karbon suda həll olunur. Çöküntüdür. Natrium bütün duzlar suda yaxşı. Ona görə cavab olacaq 1-4. Nəyə görə biz bunu götürmürük? Çünki kalsiumun ali karbon turşularla birləşməsində çöküntü əmələ gəlir. Yəni suda həll olunur. Ona görə də cavab 1-4 olur. Tereftal turşusu üçün doğru xəbər müəyyən edin. O qabaqdakı sualda var idi. Tereftal turşusu yazılanda HOC belə yazılır. Biz bunu belə də yaza bilərik. C6H4 COH belə də yaza bilərik. Heç bir fərqi yoxdur. Turş düz əmələ gətirmir. Kasası turşu olduğuna görə turş düz əmələ gətirir. Yanlışdır. Gümüş gücü reaksiyasına daxil olur. Bu da yanlışdır. Çünki burada aldehid qrupu yoxdur. Kasası turşudur. Aromatik turşudur. Çünki bəli aromatik var. Karbon atomla hibləşmə vəziyyəti eynidir. Bəli, hamısında sp2 hibləşmə vəziyyətidir. Doğru. Ona görə 3, 4, 5. Növbəti sual. Uyğunluğu müəyyən edin. Monosaharitin nəzəri sualdır. Monosahariboza və fruktoza. 1, C, D. Disaharid, saxaroza. B. Polisaharid, selloza, nişasta. A, C. 1, C, D, 2, B, 3, A, C. A, C mi? A. A, E. A, E. Növbəti sual. Bu ayrı-ayrı tapşırıqlardır. Bunları işləyək. 7,4 qram doymuş bir atom spirtinə artıq miqdar
Natrium ilə reaksiyasından hidrogen qazı ayrılır. Bizə nə isə baş vermiş reaksiya tənliyini yazın. Baş vermiş reaksiya tənliyini yazaraq CnH2n plus 1 OH natriumla reaksiyası. Sonra CnH2n plus 1 O natrium plus hidrogen 11,5 1,12 litrdirsə 1,12 də 0,5 qram. Bu şəkildə yazılır. Belədir tənliyi. Birinci suala cavab verdik. Spirtin formulu müəyyən. Spirtin formulu müəyyən etmək üçün artıq biz burada neyinirik? Burada N-i tapmaq lazımdır. 7,4 qramın yanmasından 1,12 litr hidrogen əmələ gəlirsə, neçə litr hidrogen əmələ gəlir? 11,2 litr hidrogen əmələ gəldikdə nə qədər spirt reaksiyada daxil olmuş olar? X bərabərdir. 11,2-ni vururam 7,4-ə bölərəm 1,12. Bunlar getdi. 0,1 74. 14m plus 18 bərabərdir 74. 14m bərabərdir 56. M bərabərdir 4. Yəni C4 H9OH. Cavab budur. Sonra 89-cu suala baxırıq. Disso tənliyini yazın. Dissosi tənliyini yazırıq. XN20O4E dissosiasiya yazın. Dissos dönər prosesdir. X N mol X-dir. Çünki indeks N-dir. Onun yükü isə M plusdur. Y-O4 M olacaq. M mol. Onun yükü isə N mənfi olacaq. Cəmini hesablayın. İndi bizdə mol sayı verib 2,5 mol. 2,5 mol dissosiasiya edib 8 mol ion əmələ gəlib və bunun disso dəyəri 80%. 80% 8 mol əmələ gəlibsə və 100% disso nə qədər əmələ gəlir? Bu x bərabərdir 10 mol. 10 mol 100% dissosiya etsəydi 10 mol ion əmələ gəlmiş olardı. İndi 2,5 molda dissosiya edibsə 10 mol ion əmələ gəlibsə, bəs 1 mol dissosiya əmələ gələr. Biz belə 10-u bölərəm 2,5-ə 104 mol. Cavab olacaq 4 mol. M plus N cəmi olacaq 4 mol. Su buxarlandıqdan sonra uzun məhlulda kütlə payını hesablayın. Deməli 200 qram 15%-dirsə, burada 30 qram duz var. Dəyişməyən bir şeydir. Su buxarlanırsa 30 qram duz yerində qalır. Və məhluldan 50 qram su buxarlanır. Bu da məhlulun kütləsini qalır burada 150 qram. 30-u bölürəm 150-yə, vururam 100-ə. Bu da eləyəcək 20%. Bu şəkildə.